Aha. Aytən müəllimə səs açın zəhmət olmasa əlinizi qaldırmısınız. Aha, açıqdır səs müəllimə. Əla. Hansı mövzudan istəyirsiniz sual cavab? Hansı mövzularda çətinliyiniz var? Hansı mövzudan verirsiniz, verin. Yəni müəllimə. Əla. Onda o zaman axırıncı izah etdiyim mövzunu soruşum birinci. Səriştə nəyə deyilir? Səriştə məktəbəqədər uşaqların, ümumiyyətlə məktəbəqədər hazırlığın sonunda uşaqlarda formalaşdırılan bacarıqlardır. Yəni səriştə özü bacarıq deməkdir. Biz bu bacarıqları uşaqlarda formalaşdıraraq, onlarda artıq həyata zəruri bacarıqları formalaşdırırıq və uşaqları bir şəxsiyyət kimi formalaşdırılmasında həmin bacarıqlar yəni mütləqdir. Təsnifatına görə hansı qruplara bölünür səriştələr? Təsnifatına görə səriştələr Səsiniz bağlandı Aytən müəllimə açın zəhmət olmasa. Aha, təsnifatına görə üç qrupa bölünür səriştələr. Deməli, təfəkkürlə bağlı olan səriştələr var. Bir də fəaliyyətlə bağlı olan səriştələr, bir də dəyərlərlə bağlı olan səriştələr. Təfəkkürlə bağlı olan səriştələr, deməli, problem həll etmə səriştəsidir. Tənqidi təfəkkürdür, müstəqil öyrənmədir, qərar qəbul etmədir, yaradıcılıq, kreativlik səriştəsidir. Fəaliyyətlə bağlı olan səriştələr isə ünsiyyətdir, əməkdaşlıqdır, rəqəmsal savadlılıqdır, informasiya savadlılığıdır, maliyyə savadlılığıdır. Fəaliyyətlə bağlı belə dəyərlərlə bağlı olan səriştələr isə milli kimliyin dərki, milli fəxr hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, insan hüquqları barədə məlumatlı olmaq, bir də mədəni müxtəlifliyə hörmət. Debat və müzakirələrdə aktiv iştirak edən uşaqda hansı səriştə formalaşıb? Debat və müzakirələrdə aktiv iştirak edən uşaqda ünsiyyət olar müəllimə. Xeyr, biraz da fikirləşin. Debat və müzakirələr. Əslində burada ünsiyyət, əməkdaşlıq var, müzakirə deyəndə, yəni ki, fəaliyyətlə bağlı, amma şəxsi və sosial məsuliyyət də ola bilər. Tənqidi təfəkkür. Üzr istəyirəm müəllimə, fikrim yayında Debatlarda, tənqid təfəkkür uşaq öz müzakirələrdə. fikrini əsaslandıra bilir, yəni hə, problem Bəli, həll etmədə. Hə, məntiqi təbii cəhətdən ki. öz fikrinə əsaslanır. Mən, Hı -hı. Davranış qaydaları hansı səriştəyə aiddir? Davranış qaydaları bu fəaliyyətlə bağlı olar da, müəllimə. Yox, dəyərlərlə bağlıdır. Dəyərlərlə bağlı davranış şəxsi və sosial məsuliyyət olmalıdır, bəli. Bəli, şəxsi və sosial məsuliyyətə aid edilir. Hı Sonra -hı. deməli, ətraf aləm məşğələsində hansı metodlardan istifadə edilir? Ətraf alimlə tanışlıq məşğələsində istifadə olunan metodlar, demək, əyani metodlar, şifahi metodlar istifadə olunur. Əyani metodlar bilmirəm müəllimə, başqaları yadımda ola bilər qalmayıb. Əyani və şifahi metodları mən bilirəm ki, yəni bu metodlardan istifadə olunur. Yəni əyani olaraq uşaqlara biz göstəririk. Məsəl üçün ətraf aləmlə tanışlıq məşğələsində tutaq ki, bitkilər haqqında məlumat verirsə, hər hansı bitkini, otaq bitkisi və ya ki, ətraf aləmdəki çöl bitkilərindən həyət, yəni bağçanın həyət yanı sahəsindəki o bitkiləri, yəni əyani şəkildə göstərərək, məsəl üçün ağacın yarpağı, forması falan belə məlumat verə bilərik. Şifahi də ki, biz sözlü şəkildə biz uşaqlara izahat edirik. Əyani əlbəttə ki, ən mükəmməli əyanidir ki, uşaqların yaddaşında daha gözəl qalır, mükəmməl qalır. Bəli, praktiki metod isə öyrəndiklərini tətbiq edir. Öyrədicidir. Artıq orada uşaqlar tətbiq edirlər özləri, yəni ki, praktika oyun fəaliyyəti formasında. Əla. Kaminski, Kaminski təlimin təşkili prinsiplərindən hansı prinsipi qızıl qayda adlandırıb? Əyanlıq prinsipi. Nəyə görə ayağınlıq qızıl qayda adlanır? Ona görə ki, əyanlıq prinsipi, yəni elə adı üstündə olduğu kimi, yəni əyanidir. Yəni uşaqlar bu qızıl qayda da ona görə adlanır ki, uşaqlar gözləri ilə görüb daha yaxşı yaddaşlarında saxlaya bilirlər də müəllimə. Yəni ki, biri var ki, sözlə deyəsən, biri də var ki, uşaqlar artıq əyani şəkildə onu görürlər, yəni vizual şəkildə onların yaddaşında daha gözəl qalır. Doğru. Bəs differensiallaşdırma prinsipi nəyə deyilir? Differensiallaşdırma
fərdiləşmə deməkdir. Yəni ki, uşağın fərdi xüsusiyyəti nəzərə alınaraq ona yanaşılır. Aha, doğru. Fərdi xüsusiyyətlərin nəzərə alınması və ona uyğun təlimimizi təşkil etmək. Təlimi təşkil edir. Uşaqları məktəbə hazırlayan zaman nələr nəzərə alıb formalaşdırmalıyıq? Yəni uşaqları məktəbə hazırlayan zaman yəqin ki, müəllimə siz demə fiziki hazırlığı, Aha, idraki hazırlığı, bir də ki, emosional iradə hazırlığı nəzərdə tutuyorsunuz. Deməli, fiziki hazırlığı odur ki, uşağı məktəbə hazırlayarkən əlbəttə ki, uşaq ilk öncə özü həyati bacarıqları bilməlidir. Yəni onun əl barmaqları inkişaf etməlidir ki, o uşaq sabah axı yazacaq, oxuyacaq. Ona görə də o motorikası inkişaf etməlidir. Yəni o uşaq öz ayaqqabısının bağını, özünü idarə etmək, öz köynəyinin düyməsini bağlaya bilmirsə, o sabah gedib məktəbdə, yəni ki, qələm tutmağı nə dərəcədə bacara bilər. Yəni buna görə uşaqda birinci kiçik motorikanı həyata keçirmək lazımdır, inkişaf etdirmək lazımdır. Bu da məktəbə qədər hazırlıqda əlbəttə ki, ən çox rəsm fəaliyyətini deyərdim ki, uşaqların motorika inkişafı, eləcə də didaktik oyunlarla, müəyyən oyunlarla həyata keçirilir və inkişaf elətdirilir. İdraki hazırlıq odur ki, uşaqların təfəkkürünü, təxəyyülünü, hafizəsini, nitqini, bir sözlə diqqətini cəmləmək üçün, yəni uşaqlarda proseslərini. psixi proseslər, əlbəttə ki, psixi proseslər, bütün bunları biz formalaşdırmalıyıq. Yəni uşağın idrakini inkişaf etdirmək üçün emosional iradə hazırlıq da odur ki, yəni uşaqların emosional cəhətdən məktəbə hazır olmağı onlara öyrətməliyik. Yəni uşaq biz bilirik ki, birdən-birə bağça həyatından məktəb həyatına, yəni qədəm qoyan uşaq halbuki bağçada 15-20, maksimum 30 dəqiqə fəaliyyət olur. Artıq məktəb həyatı artıq 1:45 dəqiqəni dərsdə olur və buna hazırlıq uşağın orada özün həmin dərsdə yəni səbri çatmalıdır, Hı hı. oturmalıdır. Sonra həmin o tənəffüslər ki olur, onlara uyğunlaşmalıdır. Yəni daxili aləmdir. Yəni emosional vəziyyəti uşağın hazırlamaq lazımdır. Bunlar da müəyyən oyunlarla, məktəb təliminə aid oyunlarla artıq uşaqlarda formalı, sujetli rollu oyunlarla uşaqlarda formalaşdırılır. Aha, doğru. Psixi proses olaraq diqqət nəyə deyilir? Diqqəti formalaşdırmaq üçün necə tapşırıqlar verərsiniz? Diqqət odur ki, belə tam deyim ki, elmi dildə tərif falan yəni deyə bilmirəm müəllimə, yəni öz sözlərimlə ifadə edim ki, uşaqlarda diqqəti formalaşdırmaq üçün müəyyən oyunlar var ki, kartskalar falan, yəni stol üstü vəsaitlər var, oyunlar var ki, onlarla uşaqların diqqətini formalaşdırmaq olur. Məsəl üçün diqqət üçün elə bağçalarda da var oyun, müəyyən puzzle'lar var ki, məsəl üçün heyvanlardır, müxtəlif formada meyvələrdir, bitkilərdir, fiqurlardır. Onları uşaq yerləşdirməklə elə bil ki, yerinə yerləşdirməklə ən kiçik, yəni yaşlı uşaqlardan götürürəm, artıq kiçik yaşlardan, yəni həmin fiqurları yerləşdirməklə onlarda diqqət daha yaxşı inkişaf. Sonra puzzle'ları yığmaqla hansı fiqur hansı fiqurun yanında olmalıdır. Ümumiyyətlə bir heyvan puzzle ya meyvə şəkli yığmaqda onu yəni hansı hissəni hansı hissəyə qoymaq lazımdır. Artıq biz onları öyrətməklə uşaqlarda diqqəti formalaşdırmış oluruq. Və yaxud da ki, diqqəti formalaşdıran oyunlar var ki, məsəl üçün müəyyən oyunlardan istifadə edərək onları formalaşdırırıq. Aha, əla, doğru. Sonra fiziki mədəniyyət məşğələsində qeyd edirik ki, dövrü yarış metodundan istifadə edilir. Dövrü yarış metodu nəyə deyilir? Müəllimə, fiziki mədəniyyət məşğələsini o dərəcədə dərindən belə deyim ki, necə deyim, o hissələrinə qədər mənimsəməmişəm. Bunların üzərində, yəni bu məşğələlərin üzərində işləyirəm. Dövrü məşğələ dediniz də, yoxsa dövrü nə? Dövrü yarış metodu. Yarış. Dövrü yarış, yəni məntiqlə belə deyə bilərəm ki, dövrü yarış metodu necə deyim, öz sözlərimlə ifadə etməyə çalışıram. Əslində bir bu dərəcədə, yəni orada məlumatım yoxdur da belə. O hissəni öyrənməmişəm. Amma desəz, yəni yadımda qalardı, çox şad olardım. Aha, izah edim. Dövrü yarış metodu uşağın fiziki inkişafını təmin edir. Fiziki mədəniyyət məşğələsində istifadə olunan metodlardan biridir. Bu məşğələdə uşaqların fiziki bacarıqlarını inkişaf etdirmək üçün ardıcıl və növbəli şəkildə müxtəlif tapşırıqlardan istifadə olunur. Yəni dövri Konveyer yarışı üsulu kimi.
Bəli, dövri yarış metodunun əsas xüsusiyyəti odur ki, burada ardıcıl və növbəli şəkildə müxtəlif tapşırıqları uşaqlar yerinə yetirir. Bu, Aha. belə deyək də, dövri yarış metodunun əsas məqsədi odur ki, uşaqlarda çeviklik, koordinasiya, dözümlük, əməkdaşlıq bacarıqlarını formalaşdırmaq. Məsələn, birinci olaraq belə addım atır uşaqlar: halqa içindən keçirlər, ikinci olaraq top səbətə atırlar, üçüncüdə maneələri aşaraq qaçırlar. Bu metodda həm də uşaqlarda komanda ruhunu formalaşdırmaq, uşaqlarda əməkdaşlıq bacarığını formalaşdırmaq üçün həyata keçirilir. Tapşırıqlar uşaqların müxtəlif fiziki bacarıqlarına əsaslanır. Dövri şəkildə dəyişmə olduqları üçün uşaqlar üçün daha maraqlı olur bu metod. Həm də burada yarış Aha. elementi uşaqlarda motivasiyanı, marağı artırır. Aha, yəni müxtəlif olduğu üçün daha maraqlı olur da. Uşaqlar Bəli. müxtəlifliyi, Hə, dövr rəngarəngliyi etdikcə, sevirlər. dəyişdikcə Aha, uşaqların daha çox düzdür. diqqətini çəkir. Adı üzərində olan, belə yadımda saxlayım ki, mən məntiqlə müəllimə yadımda saxlayım çox şeylər. Yəni ki, dövr edərək də Bəli, belə bəli, deyək. dövr edərək, dəyişərək. Tamam, yadımda qaldı. O bizim qarşıma çıxıbdı, ancaq diqqət yetirməmişəm. Yenə deyirəm, məşğələləri biraz diqqəti hələ ki o dərəcədə dərindən öyrənməmişəm. İnşallah bunları da Öyrənərsiz möhkəmləndirəcəm. inşallah yavaş-yavaş. Hı -hı. Təşəkkür edirəm cavablarınız üçün. Sağ olun, mən də çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Buyurun. Aysel Şirinova. Səsəsiniz zəhmət olmasa, Axşamınız xeyir müəllimə, necə? hər vaxtınız xeyir. Yaxşıyam, sağ olun. Siz necəsiz? Çox sağ olun. Aha, deməli, belə bir nümunə qeyd edəcəm sizə. Hansı psixoproseslə əlaqəlidir, siz mənə onu izah edəcəksiniz. Uşağa iki əşya göstərirəm. Bir əşya kağızdan hazırlanıb, bir əşya kartondan hazırlanıb. Və uşaqdan deyirəm: bu əşyaların oxşar fərqli cəhətləri sizcə nələrdir? Bu hansı psixoprosesə aid nümunədir? Diqqət müəllimə. Xeyr, tələsməyin, istəyirsiniz fikirləşin. Hmm, Təfəkkür, qavrayış. Bəli, təfəkkürdür. Nəyə görə təfəkkürdür bəs? Çünki ikisində analiz eləyir beynində. Bəli, analiz edir, fərqləndirir, müqayisə edir, ümumiləşdirir və sonda nəticə çıxardır. Bu da təfəkkür psixoprosesinin xüsusiyyətidir. Deməli, təfəkkür nəyə Bəli, deyilir? Analiz, sintez, müqayisə, bəli, ümumiləşdirmə yolu ilə yeni bilikləri əldə etmək üçün istifadə edilən psixoprosesdir. bəli, eyniliyi, fərqliliyi, Bəli, müqayisə, ümumiləşdirmə, sintez, seriasiya, təhlil hamısı təfəkkürə aiddir. bəli müəllimə. Müəllimə, olar mı inkişaf sahələri, didaktik prinsip, bir də səriştələr, bir də peşə bacarıqları, bunları yaxşı mənimsəmişəm. O birlərdə biraz belə sual-cavabda çaşıram. Onlardan sual versəz. Yaxşı. Müəllimin hansı peşə bacarıqları var? Müəllimin 4 peşə bacarığı var: kommunikativ, konstruktiv, təşkilatçılıq, və qnostik. Mhm. Açıqlamasını vereyim. Qnostik bacarıq haqqında danışın. Qnostik qnozis, səhv eləmirəmsə, Yunan sözündən götürülmüş, səhv eləmirəmsə, idrak deməkdir, idrakla, beyinlə bağlıdır. Yəni burada müəllimin e, e, uşaqlara necə deyim, elmi bilikləri öyrətməsi, nəzəriyyələrdə istifadə etməsi, bu müəllimin idrakı ilə bağlı olan bir peşə bacarığıdır. Aha, deməli, mən də ümumiləşdirim dediklərinizi. Qnostik bacarıq idrak bacarığı deməkdir. Bu nə deməkdir? Məsələn, biz yadınızdadırsa, məktəbə qədər təhsildə nəzəriyyələr və yanaşmalar mövzusunu keçdik. Həmin o nəzəriyyələri, yanaşmalarını bilməyiniz qnostik bacarıqdır. Psixologiyanı Bəli, bilməyiniz qnostikdir. Pedaqoji yanaşmaları bilməyiniz, uşağın psixologiyasını bilməyiniz qnostik bacarığa aid edilir. Qabiliyyətləri bəli. bilirsiniz, bəs müəllimin peşə qabiliyyətlərini ona aid də sual cavab edim. Xeyr. Sonra deməli digər bir sual. Biz dedik ki, uşağın nailiyyətini izləmək, inkişaf etmək inkişaf yönümlü didaktik prinsipinə aiddir Bəli. qiymətləndirmədə. Bəs nəyə görə diaqnostik qiymətləndirmə uşaq yönümlü didaktik prinsipinə aid edilir? Diaqnostik qiymətləndirmə, çünki uşağın
ilkin bilik bacarığını, potensialını yoxlamaqdan ötürü istifadə edirik. Buna görə uşaq yönümlü prinsipə aid olunur. Deməli, İlkin diaqnostik dəyərləndirmə. Aha, bəli, izahınız doğrudur. Diaqnostik qiymətləndirmədə bayaq dediyim kimi biz nə əldə edirik? Uşağın dünyagörüşü, marağı haqqında məlumat əldə edib ona uyğun davranırıq. Deməli, burada uşağın Bəli, bəli, potensialını müəyyənləşdiririk. Uşaq yönümlü didaktik prinsipdə nəyə deyilirdi? Uşağın potensialını müəyyənləşdirmək, marağını nəzərə almaq. Ona görə də diaqnostik bəli, qiymətləndirmə uşaq yönümlüyə aid edilir. Aha, sonra müəllimin, bəli. Çünki biz bağçada ilk olaraq bəli, buyurun, tamamlayın fikrinizi. elə uşaq elə bil bağçaya ilk gəldikdə onu diaqnostik qiymətləndirmə eləyirik. Sonra yəni məsəl üçün inkişafını izləyirik, yekun hesabat ilin sonunda eləyirik. Amma ilk öncə diaqnostik qiymətləndirmə edirik uşağa. Bəli, doğru. Sonra deməli, tələbyönümlü didaktik prinsipi nəyə deyilir? Səriştələrdən hansı səriştələr tələbyönümlü didaktik prinsipinin tələbidir? Tələb yönümlülük bu demək ki, yəni dövlətin qoyduğu qayda-qanuna, tələbə uyğun olaraq necə deyim, yeniliklərə uyğunlaşmaq. Yəni hər il Səsiniz qırılır. Müəllimlər, sizdə də səs qırılır. yeniliklər. Səriştə olaraq da dəyərlər dəyərlərə aiddir müəllimə. Yox, Səriştə. fəaliyyət, rəqəmsal savadsızlıq, Bəli. informasiya Bəli. onlara aiddir. Sonra orada var idi informasiya savadlılığı, maliyyə savadlılığı, ünsiyyət, kommunikativlik bu da aid idi, səhv eləmirəmsə. İnformasiya savadlığı və rəqəmsal savadlılıq tələbyönümlü didaktik prinsipinə aiddir. Çünki burada müasir dövrün tələbləri nəzərə alınır. Sonra deməli, Yenilik var. Bəli. şəxsiyyətyönümlü didaktik prinsipinin 4 komponenti var idi. Həmin komponentlərin açar sözləri hansılardır? Komponent şəxsiyyət yönümlülük bu demək ki, uşağa zəruri həyati bacarıqları öyrətmək deməkdir. Onları fiziki, əqli, psixoloji cəhətdən rasional qidalanmasını təmin etmək. İdrak, ünsiyyət, Bəli, müntəşər, idrak, ünsiyyət. Yəni hər tərəfli də şəxsiyyət yönümlülük uşağı hər tərəfli, yəni həyat həm hazırlayır. bəli, həyata, həm daxili orqanları, həm fiziki cəhətdən böyük motor, kiçik motor hərəkətləri, həm beyin idrak cəhətdən hər tərəfli uşağı hazırlamalıyıq və bir şəxsiyyət kimi. Bəli, idrak, ünsiyyət, psixomotor bacarıq, düşünmək, qavramaq, sosiallaşma, milli bəşəri dəyərlər, hüquqlar, Bəli, hər biri şəxsiyyət yönümlü didaktik prinsipi ilə əlaqəlidir. bəli. Müəllim uşaqlara tapşırıqlar verir, rəsm çəkmək. Uşağın biri rəsm çəkmək istəmədiyi halda, müəllim ona məcbur şəkildə deyir ki, xeyr, sən rəsm çəkməlisən. Bu zaman müəllim hansı didaktik prinsipin tələbini pozmuş olur? Uşaq yönümlülük didaktik prinsipin tələbini pozur. Çünki bağçada müəllim uşağın meyl, marağına uyğun olaraq hər bir uşağa diferensial yanaşmalıdır, fərqli yanaşmalıdır ki, onun potensialına uyğun olaraq, yəni məcburiyyət olmalı deyil uşaqda. Bəli, uşağın marağını nəzərə almalıyıq. İstəmirsə məcbur edə bilmərik. Bəli. Dövlət rəmzlərinə hörmət nümayiş etdirmək hansı səriştəyə aiddir? Milli kimliyin dərki. Bəli. Başqa bir dinə, irqə, cinsə mənsub olan insanlara hörmət bəsləmək hansı səriştədir? Bu da mədəni müxtəlifliyə hörmət deməkdir. Burada yəni tolerantlıq olmalıdır. Dilindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, yəni hər bir millətə hörmət, yəni birgəlik hissini uşağa aşılamaq lazımdır ki, yəni biz tolerant bir ölkəyik, yəni hər bir millətdə ayrı seçkilik olmalı deyil.
Aha, doğru. Nitq etiketlərindən düzgün istifadə etmək hansı səriştədir? Ünsiyyət. Bəli. Təşəkkür edirəm cavablarınız üçün. Çox sağ ol müəllimə. Siz sağ olun ki, bizə belə ödənişsiz dərs eləyib bizi məlumatlandırırsınız. Buyurun, xoşdur. Sağ ol. Pərvanə xanım, səs alsın zəhmət olmasa. Bəyəm, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Fiziki mədəniyyət məşğələsinin hansı hissələri var? Sual təkrar edin zəhmət olmasın. Fiziki mədəniyyət məşğələsi hansı hissələrdən ibarətdir? 3 hissədən giriş, yekun, bir də giriş, əsas, yekun. Aha, məlumat verin hər biri haqqında. Giriş hissədə demək əsas hissə üçün hazırlıq mərhələsi olur. Əsas hissədə əsas hərəkətlər icra olunur. Yekun hissədə tamamlayıcı mərhələdir. Yəni uşaqların uşaqlara yeriş vasitəsilə uşaqlar nəfəsləri sakitləşdirici yolla bu cür sakitləşdirilir. Giriş Əsas hissə, mərhələdən sonra. bəli, deməli giriş hissə əsas vəzifəsi uşağın məşğələyə maraq oyatmaq, əhval-ruhiyyəsini yüksəltməkdir. Əsas hissədə fiziki hərəkətlərin öyrənməsi, hərəkətli oyunların keçirilməsi, yekun hissədə isə uşağın orqanizmdə olan narahatlığın, yorğunluğun aradan qaldırılması üçün sakit, nəfəs sakitləşdirici hərəkətlərin həyata keçirilməsidir. Giriş hissənin müddəti nə qədərdir qruplarda? Qruplar üzrə fərqlidir. Kiçik qruplarda kiçik yaş uşaqlarda çox da verilmir, hə? 2-4 dəqiqə kiçik qrup, orta qrup 3-5 dəqiqə, böyük qrup 4-6. Belə fikirləşdə 1 4-6. dəqiqə 1 dəqiqə artır sənin üçün. Baxın, giriş hissə kiçik qrupda 2-4, orta qrupda 1 artır, 1 rəqəm artır 3-5, böyük qrupda da artır olur 4-6. Bəs əsas hissənin müddəti nə qədərdir? 4-8. Əsas hissə kiçik qrupda 4-8. Yox, səhv dediniz. Əsas hissədə orta qrupda 15-18, böyük qrupda 20-22, məktəb hazırlıqda isə 25-28 dəqiqə olur. Yekun hissə orta qruplarda 2-3, böyük qruplarda isə 3-4 dəqiqə olur. Qeyd kimi yazarsınız ki, yadınızdan çıxmasın. Origami nəyə deyilir? Salam Mama. Bir də zəhmət olmasın deyin təzədən qeyd edeyim də. Aha, yaxşı. Bir dəqiqə qoy skavaraq götürüm, qeyd edeyim onu. Yazırsınız, deyin bir daha. Bəli, müəllim. Deməli, fiziki mədəniyyət məşğələsində giriş hissənin müddəti kiçik qrupda 2-4, orta qrupda 3-5, böyük qrupda isə 4-6 dəqiqə olur. Əsas hissə orta qrupda 15-18, əsas hissə orta qrupda 15-18, böyük qrupda 20-22, məktəb hazırlıqda isə 25-28 dəqiqə olur. Yekun hissə orta qruplarda 2-3 dəqiqə, böyük Mama, qruplarda isə müəllimə, bir dəqiqə zəhmət olmasın, müəllimə, bir dəqiqə. Müəllimə, bəli, demək, orta qrupda əsas hissə 15-18, bəli. Böyük qrupda 20-22, aha, məktəb hazırlıqda 25-28. aha, Yekun hissə isə orta qrupda 2-3, yekun, bəli, yekun hissə orta qruplarda 2-3 dəqiqə, böyük aha. qruplarda 3-4 dəqiqə olur. Məktəbə hazırlıqda da belə. Bəli, Aha, çox sağ olun. Müəllim. buyurun, xoşdur. Aha, Pərvanə müəllimə, qayıtdıq sizə. Məşğələ Bəyəm, hansı mərhələlərdən ibarət olur? İşğalə mərhələdən ibarətdir. Motivasiya, aktuallaşdırma, ikinci mərhələ dərk etmə, üçüncü mərhələ isə tətbiq etmə. Motivasiya mərhələsi necə qurulmalıdır?
Motivasiya mərhələsi diqqət cəlb etmək üçündür. Uşaqları dərk etmə mərhələsinə hazırlamaq üçündür. Hansısa mövzunu izah eləmək üçün uşaqların diqqətini o mövzuya cəlb etmək üçün. Aha, doğru. Planlaşdırma nə üçün vacibdir? Təlim məqsədlərinə çatmaq üçün. Aha. Təlim məqsədinin daha uğurlu, daha nəticə yönümlü olması üçün. Çünki planlı tutulan iş daha yaxşı nəticə verir. Neçə cür planlaşdırma mövcuddur? Qısa kəsirəm. 2 cür planlaşdırmamız var. Həftəlik və illik. Perspektiv və cari də deyilir buna. Bəli, illik perspektiv, cari həftəlik. Sonra axırıncı dəfə sizə o sual verdim, yaddan çıxdı onu cavablamaq. Origami nəyə deyilir? Origami qatlanmış kağız deməkdir. Orta qrupda aplikasiyada keçirilir. Bu üsulda demək nə kağızdan, nə qayçıdan, nə də ki yapışqandan istifadə olunmur. Bunu Aha. məncə Frebel gətirib deyir. Düzdür, müəllimə? Frebel. Daha çox Freebel uşaq bağçalarında qeyd olunub. Amma ilk olaraq harda yaranmağı tarixi olaraq məlum deyil. İlk olaraq Çində yaranıb ölkə olaraq. Aha, sonra deməli vaku nəyə deyilir? Müəllimə bir dənə sual verə bilərəm. O biri məşğələlər neçə dəqiqə olur müddətləri? Yəni bölgülərini soruşuram ha. Kim idi o sual verən? Kəmalə müəllimə Verdiyeva. Məşğələlərin miqdarını soruşursunuz. Yox, məsələn, miqdarını bilirəm, hansı qrupda nə qədər olur. Elə bil ki, böyük Hər qrup, qrupda orta qrupda. Hər qrupda neçə dəqiqə Yox, olur? bölgüsünü soruşmaq istəyirəm də, onun da əsas hissəsi, orta hissəsi neçə dəqiqə sual-cavaba getməlidir, neçə dəqiqə ona məşğələ etməyə getməlidir, tətbiq etməyə neçə dəqiqə bölünməlidir, onu bilmək istəyirəm. Aha, sual-cavabı bitirin, bunu PDF-in qrupa göndərərəm. Aha, təşəkkürlər Qrupda mənim. varsınız da siz. Bəli, varım. Əla. Bir də müəllimə, təhlükəsizlik qaydalarının da PDF-in əgər mümkündürsə, onu da göndərərsiniz də. Aha, yaxşı. Keçərəm onu da Çox əlavə. sağ olun. Buyurun. Təşəkkür edirəm. Sonra deməli Pərvanə müəllimə, qırat daş texnikası nəyə deyilir? Necə tətbiq edilir? Qırataj texnikası cızma üsulu ilə deməkdir. Cızma üsulu rəsm deməkdir. Qeyri-ənəvi rəsm texnikalarına aiddir. Demək, birinci kağız götürülür, qara quaş götürülür, onun üstünə boya çəkilir, sonra cızılır, altdan rəsm çıxır. Aha, doğru. Bəs kliaksoqrafiya nəyə deyilir? Klaskografiya kokteyl çöpü ilə olandır məncə. Bəli, boya damızdırılır. Daha sonra kokteyl çöpü ilə və yaxud çubuqla həmin boya yayılır. Tamamlamaq üçün kokteyl çöpündən istifadə olunur. Kokteylə üfürülür. Bəli, doğru. Təşəkkür edirəm cavablarınız üçün. Çox sağ ol müəllimə. Mən təşəkkür edirəm. Fatimə müəllimə səs açsın zəhmət olmasa. Fatimə müəllimə, əlinizi qaldırmısınız. Aynurə müəllim açsın səs o zaman. Səkkiz dəqiqə qalıb dərsin bitməyinə. Kim sual-cavab olunmaq istəyirsə qeyd etsin. Salam müəllim, axşamınız xeyir. Yenə də. Hər vaxtınız xeyir. Siz sual-cavab etmişdin? Xeyr etməmişdiniz. Əla. Siz hansı mövzuları istəyirsiniz? Yoxsa fərqi yoxdur? Ümumi verin də müəllimə, yəni bilərəm, cavab verərəm, bilmərəm, kömək edərsiniz. Aha, yaxşı. Scaffolding nəyə deyilir? Scaffolding, yəni hər hansı bir şəxsin, yəni böyüyün, yəni dəstəyi deməkdir də, müəllimin, tərbiyəçinin müvəqqəti, yəni dəstəyi deməkdir.
Aha, uşaq bir bacarığı, bir fəaliyyətə deməkdir. Nərdivan sərbəst rolunu yox. şəkildə öyrənənə qədər müəllimin ona göstərdiyi müvəqqəti dəstəkdir. Bəs necə olur skaffoldinq? Hazır şəkildə cavab vermək olar sizcə? Xeyr, yəni xeyr, ona hazır şəkildə vermək olmaz. Yönəldici də, yəni suallar verərək, yəni özünün tapmasını daha çox da, yəni dəstəkləyir, amma köməklik edərək də Bəli, nümunə verə bilərik, tapşırığı sadələşdirə bilərik, izah edə bilərik, iki hissəyə bölə bilərik, amma hazır şəkildə cavab verə bilmərik. Aha. Vygotsky və Piaget bəli. nəzəriyyəsinin oxşar cəhətləri nələrdir? Yəni hər ikisinin nəzəriyyədə, yəni oxşar cəhət odur ki, uşaqlar oyun oynayarkən daha çox öyrənirlər də, yəni oyundur burada əsas oxşarlıq. Necə? Oyun əsaslı öyrənmə, bəli, oxşar cəhəti odur. Yəni, bəli, bəli. Bəli. Məktəbə qədər təhsilin məqsəd vəzifələri nələrdir? Məktəbə qədər təhsilin məqsədi odur ki, yəni davamlı, prioritet, yəni təhsil sahəsidir, yəni ə, davamlı olaraq yəni həyata keçirilir Aha. uşaqlarda. Yəni ki, vəzifəsi odur ki, yəni uşaqların şəxsiyyət kimi formalaşmasıda, yəni təhsil tələbatının yəni ödənilməsidir, sağlamlığının qorunmasıdır uşaqların. Uşağa Hər məktəb bir uşağın yəni hazırlamaq, keyfiyyətli aktiv təhsillə, ailəm haqqında hər məlumat bir vermək. uşağın, bəli, uşağın keyfiyyətli təhsil almasıdır. Yəni bunlar hər birisi Bəs təşkili vəzifədir. qaydalarına nələr aiddir? Təşkili qaydaları, yəni 1-6 yaşı əhatə eləyir məktəbə qədər təhsil. Yəni ki, məktəbə qədər təhsil istər ailədə, yaxud da ki, məktəbə qədər təhsil, yəni müəssisələrində həyata keçirilir. Ə, buraya əsasən ilk növbədə şəhid ailələrinin, yəni qazilərin, yəni çoxuşaqlıların, işləyən valideynlərin, yəni uşaqları qəbul olunur. Aha, doğru. Sonra məktəbə qədər təhsil hansı yaşa qədər könüllü, hansı yaşa qədər icbari? Ə, Yəni 5 yaşda artıq zəruridir də, 5 yaşa qədər, yəni zəruridir. 5 yaşda artıq zəruridir, vacibdir. 5 yaşa qədər könüllüdür, 5 yaşına çatdıqda isə Hı, məcburidir. bəli. Aha, sonra deməli digər sual. Təlimin təşkilinə verilən prinsiplər hansılardır? Əyanilikdir, ə, deməli, əməkdaşlıqdır, sonra nəticə yönümlülükdür, şəxsiyyət yönümlülükdür, idrak fəallığıdır. Bunlar Aha. təlim təşkilinə verilən tələblərdir. İdrak fəallığı nəyə deyilir? Və idrak fəallığı, yəni ki, bu idrakla əlaqəlidir də, yəni materialların koqnitiv xarakter daşımağı nəzərdə tutulur. Aha, koqnitiv xarakter daşıyır. Koqnitiv sözün də mənası idrak psixologiyası, dərk etmək, anlamaqdır. Bəli. Müəllimin hansı peşə qabiliyyəti həm də təlqin edici qabiliyyət adlanır? Ə, Sugestivdir də müəllimə. Bəli, Sugestiv. nəyə deyilir təlim. sugestiv qabiliyyət? Sugestiv qabiliyyət, yəni uşağın daxili aləminə nüfuz edə bilməkdir də, yəni onun daxili aləmini, yəni anlamaq, başa düşməkdir. İradi, emosional təsir göstərmək. Uşağı heç bir təhdidlik etmirəm, kobudcasına sıxışdırmadan öz istədiyimi yaxşı mənada yerinə yetirdirəm. Bəli. Bəs müəllimin didaktik qabiliyyəti nəyə deyilir? Didaktik qabiliyyəti müəllimin öyrətmək qabiliyyətidir. Yəni uşağı öyrətmək, yəni dərsi keyfiyyətli başa salmaq, izah etmək adlanır. Aha, fənnə qarşı maraq oyatmaq. Məsələn, ən çətin dərsi belə ən asan yolla izah etmək.
Fənni Bəli, uşağa öyrədə fikir bilmək vermək. qabiliyyəti də bir elə müəllim var ki, məsəl üçün savada olsa da, yəni uşağı heç nə öyrədə bilmir də, amma elə də müəllim var ki, o dərəcədə savadı yoxdur, amma görürsən ki, yəni öyrətmə qabiliyyəti var da, yəni nə isə bilirsə onu çatdırmaq qabiliyyəti var da. Yəni bu onun öyrətmə qabiliyyəti adlanır. Bəli, doğru. Təşəkkür edirəm cavablarınız üçün. Çox sağ olun müəllimə. Müəllimlər, təəssüflər olsun ki, üçüncü linki ata bilməyəcəm, çünki artıq saat biraz gecdir. İnşallah bugün sual-cavab etmədiklərimi gələn dərs sual-cavab edəcəm. Ümid edirəm dərs sizin üçün öyrədici oldu. Kimin yenə də nəsə başa düşmədiyi bir Bəli, çox məqam sağ olun var? müəllimə, çox sağ olun. Allah sizdən razı olsun. Buyurun, xoşdur. Başa düşmədiyiniz bir məqam olarsa, yenidən WhatsApp-a yaza bilərsiniz. Və yeni bir şad xəbər odur ki, Telegramda nəzəriyyələr mövzusuna aid 60 suallıq quiz paylaşacağam. Sadəcə indi gecdir. Sabah saat 10-da nəzəriyyələrə aid 60 suallıq quiz olacaq. Daxil olub işləyərsiniz. Quiz